Salam, axşamınız xeyir olsun əziz dostlar. Hər birinizi Dadaşvi kanalında salamlayıram. Uzun müddət fasilədən sonra yenidən bugün qısa dərsimiz olacaq. Bildiyiniz kimi yoldaşlar, bəziləri ki, çox şirkətlərdə data var çox böyük olduğu üçün hər bir şirkətin resursları bir ayrıca qovluqlarda saxlanır orada. Bir çox laptop var da, avadanlıq var da, USB portu bloklandığı üçün shared folderlar yaradır. Məsəl üçün bir qovluq var və onun içində şirkətə məxsus resurslar olur ki, hansı var girib onu istifadə edə bilirlər, kopyalaya bilərlər, hansı bir həmin qovluğa fayl var ata bilərlər. Düzdür, hamısına eyni yetki verilmir. Bəzilərinə icazə verilir, bəzilərinə icazə verilmir deyə məsəl üçün hansısa bir ayrıca bir folderlara daxil olmaq. Onun nümunəsini göstərəcəm. Gəlin birincisi, deməli, bir dənə qovluq yaradaq, adını da qoyaq shared. Sharedin içində 3 dənə qovluq yaradıram. IT, deməli, marketing və olsun HR, məsəl üçün. İndi bu an içə bir dənə fayl atacağım, default olaraq. Məsəl üçün götürək burada любой bir faylı bircə dəqiqə mən konturda atıram. Məsəl üçün burada mənim bir faylım var. Bir dəqiqə, tamam, təsəvvür edək ki, burada bizim bir dənə də qovluğumuz var. Adını yazıram sənədlər. IT-sə də yazıram təlim. Marketingdə də yazıram video. Deməli, birincisi biz nə edirik əziz yoldaşlar? Bunu yaradandan sonra bura daxil olanda burada bizim file and storage servisimiz var. Burada shares bölməsinə girəndə bunları biz ayırırıq buradan. Bax, test üçün stop sharing və stop sharing. Bu standart olandır. O qrup polisidir, network-undur və qrup polisindən logları siz bula bilirsiniz. Biz nə edirik? New share'də daxil olanda next-i varaq. Birinci ilk növbədə shared bölməsində birinci HR qovluğuna əlavə edirik. Next HR. Next create edik, bəli, completed. Təzədən new shared qovluğumuzu seçirik. Next, yenə də eyni qaydada və sonuncu qovluğumuz marketingdir bizim. Bəli, bu ay yaratdıq. Bizim də gördüyümüz kimi burada bir dənə Windows 11'imiz var və bir dənə bizim user'ımız var. Mən test user açmışam. İndi biz elə eləməliyik ki, və ayrıca da share'ın özündə paylaşaq ümumi. Hansısa məsəl üçün bir rəhbər ümumi full access istəyir bütün qovluqlara baxmaq üçün. Və yəni tək-tək bir qovluqlar verməyək də. Biz nə eləməliyik? İndi bizdə test user var. Mən Active Directory-də 3 dənə qrup yaratmışam. Marketing, IT staff, IT staff üçün user yaratmışam. Adı test user'dır və Windows 11 oyuna logon edib. İndi biz nə eləməliyik? Elə eləməliyik ki, həmən bu istifadəçi ancaq IT qovluğuna istifadə etsin. HR marketingi ona permission verməyik. Biz nə edirik? Biz daxil oluruq IT-nin üstünə və propertiesdə permissions bölməsi bizdə burada standartdır gördüyünüz kimi. Customize permissions'a daxil olanda, əddə girəndə select principal'da. Burada yazıram IT və IT staff gördüyünüz kimi çıxdı. Buradan siz allow deny də verə bilərsiniz. Məsəl üçün mən buna deny versəm hal-hazırda. Görsə burada kateqoriya var da var. Bu qovluq, sub qovluqlar və file'lar var. Subfolders file'sa burada yəni standart olaraq budur. Apply OK deyirəm mən bunu. Apply OK ediləndən sonra deməli biz nə edirik? Həmən bizim bu shareddə IT qovluğumuzu deməli
sharingdə biz bunun path yolunu kopyalayıb atırıq bura. Yoxlayaq, görək daxil olur. Gördüyünüz kimi Windows cannot access, yəni administrator tərəfindən həmən bu qovluğa yetki verilməyibdir. Və yaxud da yoxlayaq HCR-ı. HCR-a yetkisi var, onu bağlamamış. Və biz nə edirik? Təzədən daxil oluruq bura. Properties bölməsində, permissionsda. Deməli, həmin iStaff-a daxil olaraq allow veririk. Burada full control da verə bilərsiniz. Amma full control məsləhət görmür. Hansısa bir faylı silə də bilər. Backup-ı kopyası ola da bilər, olmaya da bilər. Read, write this folder. Standart olaraq bunları versəz, read, write statusu. Yəni, həmən istifadəçi həmən qovluğa daxil olaraq, gələn bir dənə də yoxlayaq. Təlimə məsəl üçün daxil olub, burada nə bilim, burada bir dənə məsəl üçün tekstli bir fayl yaradıb, açıb istifadə edə bilər, kopyalaya da bilər, silə də bilər. Yoxsa məsəl standart mən user adı ilə daxil olmuşam, icazə var. Amma properties'ə biz daxil olsaq, burada editdə deny versək, təzədən daxil oluruq. Aksesi verməyəcək. Həmən adam heç eləyə bilməyəcəkdir. Və yaxud da belə də eləyə bilərsiniz. Həmən istifadəçi daxil olsun, amma heç bir iş görə bilməsin. Editə daxil olursunuz. Burada allow'dan işarələri götürürsünüz. Mən burada bir dənə folder yaratmaq istəyirəm. Folder'ı yaradır. Çünki permission verilmir. Tam allow'da eləyə bilir. Amma deny-də eləyə bilməyəcək. Boş mümkündür məsəl üçün. Yaradır, amma heç orada read and write statuslarını yerinə yetirə bilmir. Read də verə bilərsiniz təkcə. Baxın artıq sizin rəhbərliyinizin verdiyi qərara. Məsəl üçün mən yenidən bura daxil oluram. Read edə bilir. Amma kopyası rahat. Amma siz ona versəz deny, artıq həmən istifadə seçiliyə bilməyəcək. Yəni artıq belə deyək, burada yetkiləri siz özünüz təyin edirsiniz ki, bu adam nə edə bilər, nə edə bilər. Yaxud nə icazə var, nə icazəsi yoxdur. Bu deny-də basic permission qoyanda fulldur. Mən buna apply deny OK elədim. Sırf iminə bu staff olan əməkdaşlara aiddir. Siz burada var. Folder da var və subfolderlar da var. Siz folder only eləsəz, o zaten opsiyonu bağlanacaq. Yəni o alt kateqoriyaya keçirə bilməyəcək zaten. Və elə də eləyə bilərsiniz ki, məsəl üçün HR kateqoriyasına permissionsda. Məsəl üçün add-da daxil olanda IT staff heç nə eləyə bilməsin. Bunu da bağlayırsınız deny. Apply OK. Burada şeydə zaten var everyone. Amma everyone o demək deyil ki, burada hamısı girib nəsə eləyə bilər. Siz burada deny də qoya bilərsiniz və yaxud da sırf bəzi istifadəçilər işdə görə bilər. Belə eləyə bilərsiniz də read, ancaq read qalsın. Başqa yana heç eləyə bilməsə, orada bəlkə vacib bir məxfi bir şeylər var, o da var. Artıq bağlandı permissionımız. Bəzi yazıram HR.
Burada bağlıdır. Və yazıram marketing. Marketinqə açılır, çünki marketinqi mən oradan bağlamamışdım burada. Bu indi bu qədər dostlar. Yəni belə deyək, burada artıq permissiona sözünüz təyin edirsiniz və şərt 4 hər bir istifadəçi ayrıca bir permission. Sadəcə həmin istifadəçi əgər bir qrupdadsa, məsələn ATN əməkdaşlar bir qrupda, IT bir qrupda, sysadminlər bir qrupdadsa, artıq bu istisnaçı ki bir istifadəçiyə yetki vermək, almaq, o artıq vaxt itkisi olan bir şeydir. Ümumi də dayandırmaq istəyirsə stop sharing'ı buradan vurursunuz və artıq folder shared'dan çıxır, heç nə istifadə eləmək olmur. Bu günlük bu qədər dostlar, gələn görüşənədək.